Herkese salam. Bugün sizlerle birlikte benim doğum günüm partimi verəcəyik. Normalde Beri Avenue'de de qeyd edəcəyik. Amma yəni əsl partini burada eləyəcəyik, tort falan eləyəcəyik. Orada daha bilmirəm, yəni alarıq, almarıq tort falan. Böyük ehtimal mənim ad günüm mənim Yunanistan'da olduğum günə təsadüf edəcək. Bəli, həmin gün çünki Beri Avenue'də Yunanistan'da olacağım. Buranı turlayıram, su tapancaları var, belə mağaza var. Bu arada bura otelin öz həyətidir. Yəni bura normalde oteldir. Burada belə havuz falan var. Ad günümə 10-15-20 falan arası yəni takipçim gəlmişdi. Amma sizə çox gözəl bir xəbərim var. Beri Avenue'də yaxında bir konsertimiz var. Videonun sonunda konsert biletləri falan hamısını açıqlayacağım. Çox möhtəşəm olacaq. Mütləq gəlin. Artıq yavaşdan qonaqlarımız gəlir və ilk hədiyyəm gəldi. Sonra isə ikinci hədiyyəm gəldi və artıq yemək yeyirəm. Burada artıq hava qaralmaq istəyir və biz əylənirik. Burada mahnı deyirik, oynayırıq, nə bilim, davam edirik və siz baxın, sonra mən gələcəm. Sonra qonaqların hər biri gəlib və artıq biz normal dərəcədə yemək yeyirik. Yenidən mahnı oxuyuruq. İndi isə şəkil çəkdirməyə çıxdıq. Kiçik sürüşlər edib qayıdıram məkanımıza. Artıq axşamdır və kebab falan çəkirlər. Kebab yedik. Yəni hər şeydə özüm nəzarət eləməsəm olmazdı. Artıq gəldik doğum günü süsbəsinə və burada artıq mən tort fuluyuram. Tortu fülədim və burada belə meyvə şişlər ikram olundu. Bunları yeyirik və buranı çəkirəm. İndi isə siz mənim konsertim haqqında olan bilgiləri görəcəksiniz. Oyunun adı Beri Avenue'dir və biz bu oyuna giririk. Göstərdiyim yerlərə girim və sonra mən gələcəm. Doğulduğumuz yerdən düz gedirik. Mən indi yolları tezləşdirməmişəm ki, tam olaraq görəsiniz. Burada heç bir yerə dönmədən düz gedirik. Bəli, qarşıdakı mağaza makyaj mağazasıdır. İstəsəniz girə bilərsiniz. Buradan gedirik və gördüyünüz kimi orada konsert zalı var. Əgər buraları keçmisinizsə, deməli düz gəlmisiniz və gedin. Burada artıq konsert zalını yəni hamımız görürük. Bu konsert zalına girəcəyik. Girdik artıq konsert salonuna. Konsert salonunun içərisi çox genişdir və gördüyünüz kimi burada da dayana bilərsiniz, arxada da dayana bilərsiniz. O konsertdə nə qədər tez yazılırsa bağlıdır, ona görə mən yerləri qərarlaşdıracağam. Burada da dayana bilərsiniz, gördüyünüz kimi otura da bilərsiniz. Yazıldıqca paylaşacağam, kim gələcək, kim gəlməyəcək, son göndərmə qatılacağam yazmağınız kifayətdir.